Salam, hər vaxtınız xeyir olsun. Mən bugündən etibarən sizin üçün istər tarixdən, istərsə də coğrafiyadan video izahlar paylaşmağa qərarına gəldim. İlk öncə onu qeyd edeyim ki, litosfer mövzusundan başlayaraq davamlı şəkildə izahların gəlməsini istəyirsinizsə, zəhmət olmasa rəy bölməsində qeyd edərsiniz, videonu bəyənib kanala abunə olmağı unutmarsınız inşallah. Başlayaq dərsin izahına. Deməli, litosfer və yerin planetar geoloji inkişaf mərhələləri. Biz bilirik ki, yer yaranan zaman, yer planeti yaranan zaman iki inkişaf mərhələsindən keçib. Həmin inkişaf mərhələləri planetar inkişaf mərhələsidir və geoloji inkişaf mərhələsidir. Əsasən planetar inkişaf mərhələsində, planetar mərhələdə yer bir planet kimi formalaşır və onun nüvəsi və mantiyası yaranır. Nüvə əsasən ağır elementlərdən və radioaktiv maddələrdən ibarət olub, yerin daxili qatlarında toplanır və bununla da bərk nüvənin yarandığını görürük. Nisbətən yüngül elementlər isə alüminium, maqnezium, silisium bu kimi elementlər isə üst qatlarda cəmlənir və nəticə etibarilə yüngül maddələrdən ibarət mantiya yaranmış olur. Mantiya yaranır. Daha sonra planetar inkişaf mərhələsində qeyd edirik ki, yarandığı ilk dövrlərdə soyuq səma cismi idi yer. Ona görə də maqmatizm xassələrinə malik deyildi. Və nəticədə onun səthinə çoxlu şəkildə iri asteroidlər və yaxud da digər səma cisimləri düşürdü və nəticədə toqquşmalar baş verirdi. Yerin maqmatizmi artdıqca artıq onun səthinə düşən meteorit yağışları da nisbətən azalır. Planetar inkişaf mərhələsi formalaşır, Günəş öz oxu ətrafında hərəkət edir, sürətli hərəkətə başlayır və mərkəzdən qaçma, mərkəzə qaçma qüvvələrinin təsiri nəticəsində sıxılır. Onun nəticəsində qeyd edirik ki, onun nüvəsi və mantiyası yaranır. Həmin o sıxılmalar nəticəsində ilkin nüvədə və mantiyada yüksək təzyiq formalaşır. Və bunun da nəticəsində radioaktiv elementlərin, belə deyək, zəncirvari parçalanma reaksiyaları baş verib və nəticədə də temperatur artıb. Və planetin daxilindəki mantiya maddələri əriyirlər, odlu kütləyə çevrilirlər. Yerin üst qatı da o dövrdə mövcud deyildi. Yerin üst bərk qatı olmadığına görə ayrıntı maddələri səthə doğru maneəsiz şəkildə hərəkət edirdi və nəticədə də yer səthində kütləvi şəkildə lava püskürmələri baş verirdi ki, ayda da buna bənzər proseslər baş verdiyinə görə əsasən biz qeyd edirik ki, ayda da buna bənzər hərəkətlərin baş verdiyinə görə yerin planetar inkişaf mərhələsi bəzən ay eras adlandırılır. Hazırda ayın səthində soyulmuş lavalar, nəhəng vulkan kraterləri və konusları hələ də qalmaqdadır. Daha sonra yer səthində həmin o püskürmələr var idi ki, püskürmələrlə çıxan lavaların ərinti materialları çox milyon illər ərzində soyuyur. Və nəticədə bazaltdan ibarət ilkin yer qabığı əmələ gəlir. Yer qabığının digər qatları olan çökmə və qranit süxurlar isə hələ ki bu dövrlərdə formalaşmamışdı. Daha sonra yer qabığının və mantiyanın yaranması planetin hər yerində eyni şəkildə baş verməmişdi. Əsasən müəyyən hissələrdə ağır elementlərin dərin qatlarda toplanması nəticəsində nəhəng çökəkliklər yaranmışdı və digər tərəfdən də silikatlı süxurlar səthə qalxaraq iri materik çıxıntılarını əmələ gətirmişdilər. Və hələ ki o dövrdə bazalt qabığı tam bərkiməmişdi və bazalt qabığının səthində milyon illər ərzində temperatur 100 dərəcədən belə yüksək olmuşdu. Məhz ona görə də püskürmə məhsullarından ayrılan su ancaq buxar halında mövcud ola bilirdi. Çünki temperatur çox yüksək idi. Soyuyan lava tədricən tərkibindən qazlar, yüngül qazlar ayrılır, su buxar ayrılır və cazibə qüvvəsinin təsiri ilə əlaqədar olaraq yerin ətrafında toplanırlar və əsasən sərbəst karbon qazından, su buxarından ibarət olan ilkin atmosfer meydana gəlir. Yer qabığının qalınlığı artır və nəticədə səthə çıxan lava püskürmələrinin həcmi azalır və nəticədə havanın temperaturu aşağı düşməyə başlayır. Əsasən bu mərhələ 4,5 milyard ili əhatə edir. Həmin illər ərzində yer səthinin temperaturu xeyli şəkildə aşağı düşür, su buxarının sürətli kondensasiyası nəticəsində buludlar yaranır və bütün yer səthinə kütləvi şəkildə yağışlar yağmağa başlayır ki, məhz yer səthinə düşən
O sular nəticəsində də çökək sahələr örtülür və nəticədə ilk okean olan Pantalas yaranır. İlk yaranan qrup Pangeyadır, ilk yaranan okean Pantalasdır. Yer təbəqələrinin əmələ gəlməsi isə ilk öncə qeyd edirik nüvədir, sonra mantiyadır, sonra atmosfer, hidrosfer, litosfer və nəhayətində biosfer meydana gəlibdir. Daha sonra dünya okeanının əmələ gəlməsi nəticəsində yerin planetar inkişaf mərhələsi başa çatır və bundan da qeyd edirik ki, yerin geoloji inkişaf mərhələsi başlayır və yerin planetar inkişafı 6-7 milyard il əvvəl başlayıb 2,5 milyard ilə qədər davam edib. Geoloji inkişaf mərhələsinə gəldikdə isə ilkin okeanın yaranmasından indiyə qədər olan mərhələni özündə cəmləşdirib 4,5 milyard ilə əhatə edir əsasən bu mərhələ. Bu mərhələdə yer qabığı formalaşır. Burada qeyd etdiyimiz kimi yer qabığının təbəqələri yaranıb, dağlar yaranıb, düzənliklər yaranıb. Yerin geoloji inkişafını öyrənmək üçün süxurların nisbi yaşından və mütləq yaşları anlayışından istifadə olunur. Nisbi yaş nədir, mütləq yaş nədir? Nisbi yaş süxurların yatım ardıcıllığına əsasən, onların tərkibində olan bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Əsasən daha üstdə olanlar, daha üstdə yerləşən süxurlar cavan, altda isə daha qədimləri olacaq. Yəni nisbi yaş ona əsasən müəyyən edilir ki, ən altda olan daha qədim, ən üstdə olan isə daha cavan süxurdur. Sonra mütləq yaşdır. Mütləq yaş isə nədir? Mütləq yaşda qeyd edirik ki, radioaktiv maddələrin parçalanma dövrünə görə müəyyən edirik biz. Yəni, məsələn, 74 min il ərzində 100 qram uran, helium və qurğuşuna parçalanır. Helium uçur, ancaq onun tərkibində olan qurğuşun hələ də mövcud olur. Daha sonra süxurlardakı daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadıkları dövrdə müəyyən edilə bilir və bu qalıqların quruluşu paleontologiya elmi tərəfindən də öyrənilir. Bu süxurların mütləq və nisbi yaşı və buna əsasən geoloji inkişaf mərhələsini müəyyən etmək mümkün olur. Yerin geoloji inkişafı kriptozoy və fanerozoy olmaqla ən böyük zaman vahidi olan eonlara bölünür. Eonlar da öz növbəsində eralara bölünür. Eralar da dövrlərə ayrılır. Kriptozoy eonunda yaranan süxurlarda canlı orqanizm qalıqları tapılmayıb və bu səbəbdən də bu eon gizli həyat adlanır. Niyə gizli həyat adlanır? Çünki o dövrdə yaranıb. Demir ha, yaranmayıb. Yaranıb. Sadəcə canlı orqanizm qalıqları tapılmadığı üçün bu həyat gizli həyat adlanır. Fanerozoyda isə əksinə onurğalı orqanizmlər tapılıb, yaranıb və nəticə etibarilə onların skeletləri, zəngin bitki qalıqları mövcud olduğuna görə süxurların tərkibi aşkarlanıb. Buna görə fanerozoyda məhz aşkar həyat deyirlər. Eonlar öz növbəsində dedik, eralara bölündü və dövrlərə bölündü. Onlar da bir-birində baş verən geoloji proseslərə görə, canlı aləmin inkişafına görə bir-birlərindən fərqlənirlər. Qeyd edək, deməli, arxey və proterozoy erasında baş verən hadisələr. Arxey və proterozoy özləri bu deməli eondur. Kriptozoy eondur. Eon özü bölündü eralar, arxey ayrı eradır, proterozoy ayrı eradır. Amma həmin mərhələdə onların dövrləri qeyd olunmur. Arxey və proterozoy erasında baş verən hadisələr qədim qırışıqlığın davam etməsi hesab olunur. Yosunların, bakteriyaların inkişafı, tək-tək onurğasızların əmələ gəlməsi, qədim qırışıqlıqların və güclü vulkanizmin başlaması məhz arxey və proterozoy deməli eralarına aid edilir. Əsasən tək-tək onurğasızların yaranması proterozoy erasında baş verib. Arxey üçün sadəcə deyirik ki, qədim qırışıqlıqlar başlayıb, güclü vulkanizm prosesləri başlayıb. Proterozoyda isə qədim qırışıqlıqlar davam edib və yosunlar, bakteriyalar inkişaf edib, həmçinin tək-tək onurğasızlar yaranıb. Ondan sonra gəlirik aşkar həyat olan fanerozoya. Fanerozoy özü paleozoy, mezozoy və kaynozoy olmaqla 3 dənə deməli eraya ayrılır. Ayrılıqda baxaq. Deməli, paleozoy erasında baş verən hadisələr. Paleozoyun dövrlərini gəlin qeyd edək. Dövrləri Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perm, karbon və yaxud da Perm. 6 dənə dövrə bölünür. Bu dövrdə əsasən qeyd edirik ki, paleozoy erasında baş verən hadisə ilk yaranan quru var idi Pangeya. Pangeya, Lavrasiya və Gondwana qurularına parçalanır. Düşünək ki, bu yer planeti idi. O 2 hissəyə parçalanır. Yuxarı hissə Lavrasiya, aşağı hissə isə Gondwana olur.
Hersen və Kaledon qırışıqlıqlarının baş verməsi Paleozoy erasındadır. Vahid Pantalas okeanının sahəsinin transreqrasiya və reqressiya nəticəsində artıb azalmasını görürük. İynə yarpaqların, çılpaq toxumlu bitkilərin və ay döşəklərin yaranması bu dövrdədir. Suda quruda yaşayanların, okeanda ilk balıqların, quruda ilk balıqların və onurğasızların yaranması məhz bu dövrdədir. Ondan sonra gəlirik Mezozoya. Mezozoy özü də 3 dənə eraya ayrılır. Trias, Yura, Təbaşir. Trias, Yura, Təbaşir olmaqla ayırırıq. Mezozoy erasında baş verən hadisələr ondan ibarətdir ki, Lavrasiya və Gondwana parçalanır və müasir materiklərimizi əmələ gətirirlər. Biz qeyd edirik ki, Lavrasiyanın tərkibinə daxil olan materiklər şimalda yerləşən materiklərdir. Yəni bir Şimali Amerika, bir də Avrasiya. Bu ikisi Lavrasiyanın tərkibinə daxildir. Gondwananın tərkibinə isə cənubda olan materiklər, yəni Afrika, Cənubi Amerika, sonra Antarktida və Avstraliya. Şimalda olan Şimali Amerika, Avrasiya daxil oldu Lavrasiyanın tərkibinə. Gondwana isə Afrika, Cənubi Amerika, Avrasiya, bir də Antarktida. Pantalasın müasir okeanları parçalamasını görürük bu dövrdə. Örtülü toxumlu bitkilər, məməlilər, quşlar yaranıb bu dövrdə. Qədim sürünənlərin yayılması və dinozavrların nəslinin kəsilməsi məhz Mezozoy erasına aid edilir. Kaynozoy erasında baş verən hadisələrə gəldikdə, Kaynozoy erası özü də dövrlərə ayrılır. Belə qeyd edirik: Paleogen, Neogen, Antropogen. 4-cü dövr və yaxud da Antropogen dövr. Bu dövrdə 4-cü dövr buzlaşması baş verib. Yəni yerin iqlimi soyuyub və buzlaşma baş verib. Buzlaşma da əsasən Şimali Amerika və Avrasiyanın orta enliklərə qədər olan ərazilərini əhatə edir. Əsasən Şimal Buzlu okeanından olan əraziləri əhatə edir və təqribən 10-15 min il bundan əvvəl iqlim istiləşmiş və buzlaşma dövrü bitib. Deməli, sual düşür ki, 4-cü dövr məsələn, niyə Şimali Amerika ilə Avrasiya materikinin sahilləri girintili çıxıntılıdır? Məhz 4-cü dövr buzlaşmasına məruz qaldıqlarına görə. 4-cü dövr buzlaşmasına məruz qaldıqlarına görə sahil xəttləri girintili çıxıntılıdır. Ona görə onların sahillərində yarımadalar və adalar daha çoxdur. Bu dövrdə Alp qırışıqlığı başlayıb, cavan dağlar yaranıb, Tetis okeanı parçalanıb, Aralıq, Qara, Xəzər, Aral dənizlərinin bir-birindən ayrılması, müasir landşaftların yaranması, ilk insanların və insana bənzər meymunların əmələ gəlməsi, Tian Shan, Altay, Sayan dağları kimi dağların yenidən fəallaşması bu dövrə təsadüf edir. Ondan sonra gəlirik yerin daxili quruluşuna. Yerin daxili quruluşunu geologiya elmi öyrənir. Və yerin üst qatı yer qabığı, onun altındakı qat mantia, ən daxildə olan isə mərkəzdə yerləşən qat isə nüvə adlanır. Nüvə müasir təsəvvürlərə görə yerin mərkəzində yerləşir və əsasən bayaq da qeyd etdiyimiz kimi ağır elementlərdən təşkil olunub, dəmir və nikel kimi ağır elementlərdən təşkil olunub. Burada günəşin səthində olan temperatur yəni 3500-5000 dərəcəyə qədərdir və bu da günəşin səthində olan istiliyə yaxındır. Qalınlığı isə 3500 kilometrdir. Mantiyaya gəldikdə, mantiya Yunan dilində mantia örtük mənasını verir. Orada maddələrin temperaturu 1000-2500 dərəcə arasında dəyişir. Mantiya əsasən ərimiş, lakin yüksək təzyiq nəticəsində sıxılmış, kipləşmiş maddələrdən ibarətdir və qalınlığı 2900 kilometrdir. Əsasən alt mantiya və üst mantiya, yaxud da yuxarı aşağı mantiya olmaqla iki təbəqəyə ayrılırlar. Alt mantiyada və nüvədə maddələr böyük təzyiq altında olduqları üçün orada yəni kip vəziyyətdədir maddələr. Və mantiyadan sonra qeyd edirik ki, mantiyanı yer qabığı əhatə edir. Onun qalınlığı 1-90 km arasında dəyişir və yer qabığı ən bərk təbəqə hesab olunur. Yer qabığı iki tip ayrılır. Materik tipli yer qabığı var və okean tipli yer qabığı var. Deməli, biz qeyd edirik ki, materik tipli yer qabığı çökmə, qranit və bazaltdan ibarətdir. 3 qatdan təşkil olunub. Nələrdən? Çökmə, qranit və bazaltdan ibarət olub. Buna görə də materik tipli yer qabığının qalınlığı daha çoxdur. Amma okean tipli yer qabığında qalınlıq azdır. Niyə? Çünki
Qranit qata malik deyil, sadəcə çökmə və bazalt qatlarından ibarətdir. Ona görə də onun qalınlığı maksimum 1-5 kilometr arasında dəyişir. Yer qabığının mantiyanın üst hissəsi ilə çox sıx əlaqədardır. Alimlər yer qabığını üst mantiya ilə birlikdə litosfer adlandırırlar. Bu Yunanca litos, daş, sfera isə təbəqə deməkdir və yaxud qat deməkdir. Yer qabığı çökmə, qranit, bazalt qatlarından ibarətdir. Bayaq da qeyd etdim bunu ki, okeanlarda qranit qat yoxdur. Sərhədlərə gəldikdə, sərhədlərdən Konrad. Konrad sərhəddi yer qabığına aid qatlardan biridir. Qranit və bazalt qatları arasında yerləşən sərhəddir. Bax, qranitlə bazaltın arasında yerləşir. Deməli, bu okean tipli yer qabığında olmayacaq. Çünki okean tipli yer qabığında qranit qat olmurdu. Benyov sərhəddi astenosferlə üst mantiya arasında olan sərhəddir. Monxo sərhəddi, yaxud da Moxoroviç sərhəddi. Yer qabığı ilə üst mantiya arasında olan sərhəddir və ya bazalt qatı ilə üst mantiyanı ayırır. Yaxşı. Deməli, bu bax Monxo sərhəddidir. Konrad bazaltla qranit qatı arasında oldu. Ondan sonra astenosfer litosferin altında, alt mantiyanın üstündə yerləşir. Astenosfer litosferin altında, alt mantiyanın üstündə yerləşir. Litosfer məhz bu qatın üstündə hərəkət edir. Tektonosfer isə litosferlə astenosfer birlikdə tektonosferi əmələ gətirir ki, bütün tektonik hadisələr, tektonik hərəkətlər məhz bu qatda baş verir. Sonra qeyd edirik ki, sizdən əmələ gəlməsinə görə süxurlar 3 yerə ayrılır. Maqmatik, metamorfik və çökmə olmaqla 3 yerə ayrılır. Ümumiyyətlə, insan müdaxiləsi olmadan yaranan təbii materiallar süxur adlanır. Maqmatik süxurlar vulkan püskürmələri zamanı yer səthinə çıxan ərimiş maddələrin soyması nəticəsində əmələ gəlir. Ərimiş mantiya maddəsi maqma adlanır. Maqmatik süxurlar yaranma şəraitinə görə 2 qrupa ayrılırlar. İntruziv süxurlar, effuziv süxurlar. İntruziv süxurlar dərinlikdə soyuyaraq əmələ gələn maqmatik süxurlara deyilir. Qranit, qabro, sienit kimi bunlar dərinlikdə olduqlarına görə bərk olurlar, ağır olurlar, məsafəsiz olurlar və su keçirməyən olurlar. Effuziv isə bunun tamamilə əksidir. Yer səthinə çıxıb sürətlə soyuyan maqmatik süxurlar effuziv süxurlar adlanır. Effuziv süxurlar məsaməli olurlar və az sıxlığa malik olurlar. Vulkan külü, vulkanik şüşə, vulkanik tuf, vulkan şisti, pemza, bazalt, andezit kimi süxurlar məhz effuziv mənşəli süxurlara aid edilir. Ondan sonra qeyd edirik ki, bazalt effuziv süxurdur. Burada qeyd edirik ki, effuziv süxurdur, amma bərk, ağır və su keçirməyən məsafəsiz xassələrə də malikdir həmçinin. Ondan sonra çökməni qeyd edək. Deməli, çökmə xarici proseslərlə bağlı yaranır və əmələ gəlmə şəraitinə görə üzvü və qeyri-üzvü olmaqla 2 yerə ayrılır. Bitki və heyvan mənşəli qalıqlardan üzvü mənşəli çökmə süxurlar əmələ gəlir. Məsələn, neftdir, təbii qazdır, torfdur, daş kömürdür, qonur kömürdür, yanar şistdir. Bu kimi maddələr adlandırırıq biz üzvü mənşəli çökmə süxurlar. Bərk süxurların parçalanması nəticəsində qırıntı mənşəli qeyri-üzvü süxurlar əmələ gəlir. Məsələn, çay daşı, qum daşı, gil, çınqıl, lil və s. Kimyəviyə isə kimya ilə bağlı olanlar kalium duzu, xörək duzu, gips, dolomit, mergel və s. bunlar aid edilir. Metamorfik isə yüksək təzyiq nəticəsində, yüksək temperatur nəticəsində süxurların dəyişməsindən yaranır. Məsələn, qranit nədir dedik? Qranit intruziv mənşəli maqmatik süxurdur. Onu yüksək təzyiq temperatur nəticəsində dəyişirlər, eləyirlər qnes. Əhəng daşı nədir? Çökmə mənşəli süxurdur. Onu dəyişirlər, eləyirlər mərmər. Qum daşı dedik ki, qırıntı mənşəlidir. Oldu kvarsit. Artıq bu tərəfdə yarananlar oldu nə? Metamorfik. Yer səthində yayılmasına görə birinci maqmatik, sonra metamorfik, sonra isə çökmə süxurlar daha çox üstünlük təşkil edir. Bugünlük bu qədər. Növbəti mövzumuzda litosfer tabaları, geosinkronal platformalar haqqında, zəlzələlər, vulkanlar haqqında ətraflı şəkildə məlumat verəcəm. Sağ olun. Instagram səhifəmə də abunə olmağı unutmayın. Instagram səhifəmi qeyd edəcəm. Hələlik.